Əziz dostlar, mənim son vaxtlar Cəlilabad rayon mal bazarı ilə bağlı etdiyim çıxış bəzi müzakirələrə səbəb olub. Xüsusən də bu yayımdan sonra Azərbaycanda bəzi rayonlarda eyni analoji problemlər ortaya çıxıb. Mənim Cəlilabad rayon mal bazarı ilə bağlı danışdım, kəskin tənqid elədim və çox saylı vətəndaşlar yazdılar ki, Elnur Şükürov bizi də eyni problem narahat edir. Gədəbəydən yazdılar, Sabirabaddan yazdılar, Saatlıdan yazdılar, bir çox rayonlardan. Mən də belə problemləri görəndə, dəyərli dostlar, niyə Azərbaycanda parlament üzvlərinə müraciət edirəm? Və bəzi dostlar da bizdən inciyir ki, deyir ki, Elnur, deputat yol çəkəndir, deputat qaz çəkəndir, deputat mal bazarı açandır. Mən bunları, əziz dostlar, yaxşı başa düşürəm. Bilirəm ki, deputat yol çəkən deyil, deputat qaz çəkən deyil, deputat məktəb tikən deyil. Amma deputat o problemlərdən ən çox əziyyət çəkən vətəndaşların problemlərini işıqlandıra bilən bir adamdır. Deputat millət vəkilidir. Həmən o problemlərlə ki, insanlar əziyyət çəkir, zülüm çəkir. Həmən o insanların vəkilisən sən. Sən o məsələni ən yüksək kürsüdən qaldıra biləcək adamlardan birisən. Səlahiyyətli şəxslərdən birisən. Və bu günləri Cəlilabad rayonunda ən ciddi problemlərdən biri mal bazarı problemidir. Çünki Cəlilabad rayonunun sərhəd yanı kəndlərindən yaşayan insanların məşğuliyyəti digər rayonlarda olduğu kimi əkinçilik və maldarlıqdır, dəyərli dostlar. Və bu günlər insanlar da min bir əziyyətlə, min bir zülümlə 2 dənə, 3 dənə qoyun saxlayır, bir dənə dana saxlayır. Verməlidir 220 manata, gəlməlidir Cəlilabad rayonunun köhnə məsələn mal bazarına ona 10 manat xərc çəkməlidir. Bu günləri aparır Biləsvara, yenə orada verir 220 manata 50 manat yol xərci çəkir. Burada kim əziyyət çəkdi, kim itirdi, kim ziyana düşdü? Kəndli, kənddə yaşayan vətəndaş. Kimin büdcəsinə ən çox ziyan dəyir? Vətəndaşın. O vətəndaşın da vəkili kimdir? Parlament üzvüdür. Mən buna görə deyirəm ki, bu hörmətli bizim parlament üzvləri hansı rayonlarda bu günləri heyvan bazarları fəaliyyətini dayandırıb, o bazarların açılması üçün hansı məsələlər həll olmalıdır? O sahədə parlament üzvləri ciddi səy göstərməlidir. Adəti qurumlara müraciət eləməlidir və bu problem həll olsun. Bu günlərdə eşidirəm ki, Cəlilabad rayonunun Alar kəndində bazar, o heyvan bazarı açmaq istəyən sahibkarın bir baba bu mübarək kimin adamıdır, kimdir bunun sahibi? Blogerə, jurnalistə, ictimai fəala hücum çəkir. Bu məsələlərə münasibət bildirilməyəndə belələri ortalığa çıxır, belələri fikir bildirir. Bunların da qarşısını almaq lazımdır, qardaş. Bizim danışdığımız məsələ başqa bir məsələdir. Biz deyirik ki, kənddə yaşayan insanların problemi azalsın, yükü azalsın, xərci aşağı düşsün, adamların yetişdirdikləri, becərdikləri heyvanları rahat satsınlar, daha sərfəli qiymətə satsınlar, əlavə xərclərə düşməsinlər. Ona görə heyvandarlıqla məşğul olan insanların sayı azalır, ona görə kəndlər boşalır, kəndlər köçür, kəndlərdə yaşayan insanların problemləri qalır, həllini tapmır. Biz bundan danışırıq, belələr də çıxır orada fikir bildirir və iyi bilməyən adamlardır. Bunlara nə deyəsən? Amma ictimai fəala, blogerə hücum çəkən belə adamlar dərhal cəzalanmalıdır. Bunlara yerin göstərmək lazımdır. Qardaş, sən kimsən? Qışqırırmış bazardakı, mən Cəmil Həsənlinin qohumuyam. Kimin qohumu olursan o, qardaş? Sən Allah doğrudan, həqiqətən sən kiminsə qohumusan? Həsən ağanın qohumuyam. Sən Həzrət Abbas, Həsən ağanın qohumusan. Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam. Deyirəm, sən Həsən ağanın adamıyam. Sən öl, Həsən ağanın adamıyam. Onda gəlməyin boynuma. Biri deyir, deputatın qohumuyam, biri deyir, icra hakimiyyəti başçısının yaxın adamıyam. Belə təfəkkürlərə son qoymaq lazımdır və bu problem ki, bu günləri aktuallaşıb, heyvan bazarı problemi gəlib ortalığa, bir çox rayonlarda bu problem insanları narahat edir. Bu problem ən ciddi problemdir. Kənddə yaşayan, heyvandarlıqla məşğul olan insanların probleminin təcili surətdə həll eləmək lazımdır. Mən buradan təkrar rayon icra hakimiyyəti başçılarına, rayonlardan təmsil olunan deputatlara, digər adəti qurumlara müraciət edirəm ki, kənd sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alın və rayonlarda vaxtilə fəaliyyət göstərmiş,
Bugün fəaliyyətin dayandırılmış mal bazarları tez bir zamanda açılsın. İnsanlar rahat istifadə eləsin. İnsanlar becərdikləri, saxladığı heyvanları rahat satsınlar. Bu həftədən o həftəyə adamlar qoyun satırlar, quzu satırlar. Kəndlərdən gətirirlər, rayon mərkəzində satırlar. 5 manat evinə çörək pulu aparır. O pulu qoy rahat aparsın evinə. İnsanlara zülm eləmək olmaz qardaşlar. Əziyyət çəkirlər. Vətəndaşların da əl çatan yeri haradır? Mətbuat. Jurnalistlər qaçırlar ki, siz Allah bizim problemlərimizi işıqlandırın. Biz də işıqlandırırıq. Ümidvarıq ki, məsələ öz həllini tapacaq dostlar. Yayınımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.